İran prezidenti İsrailə atəşkəsə vasitəçilik üçün Azərbaycana müraciət etdi. İran prezidenti Məsud Pezeşkiyan İsrailə atəşkəsə nail olmaqda vasitəçilik üçün Azərbaycana müraciət edib. Xəbər bələdçisi Asposka istinadən xəbər verir ki, bu barədə İsrailin İsrail Hayom nəşri yazır. Məlumata görə Pezeşkiyan və İranın Xarici İşlər Naziri Abbas Əraqçı Kipr, Azərbaycan və İtaliyadan atəşkəs üçün İsrailə müraciət etmələrini xahiş edib. İran tez bir zamanda atəşkəs əldə etməyin yollarını tapmağa çalışır və bu məqsədlə dövlət başçılarına vasitəçilik və yardım üçün müraciət etməkdə davam edir. Prezident Pezeşkiyan və Xarici İşlər Naziri Əraqçı ərəb ölkələrinə, Avropaya və Rusiyaya müraciətləri əhatə edən geniş diplomatik kampaniya aparırlar. Diplomatik kampaniyaya Prezident Pezeşkiyan və Xarici İşlər Nazirliyi başçısı Əraqçı rəhbərlik edir. Kipr prezidenti artıq baş nazir Netanyahu ilə danışacağını və Pezeşkiyanın mesajını ona çatdıracağını bildirib. Rusiya prezidenti Putinlə Trumpın dünənki söhbətində bu məsələni Rusiya prezidenti də qaldırıb. Trump İsrail və İran arasında müharibənin dayandırılmasının zəruriliyi ilə bağlı ümumi bəyanatla cavab verib.